Deməli, dəyərli izləyicilər, bölgələrdə, xüsusilə də bayram günlərində biz baxdıq ki, şimal və şimal-qərb istiqamətlərində ciddi qəzalar baş verdi və bu qəzaların kökündə dayanan birinci səbəb həmin sürücülərin ya özləri qışa hazır deyildi və paralel olaraq da idarə etdikləri nəqliyyat vasitəsi bütövlükdə qışa hazır deyildi. Qışa hazır deyəndə biz nəyi nəzərdə tutmalıyıq? Yanımızda peşəkar usta var, Əli usta var. İndi Əli usta bizə izah edəcək. Sürücülərimiz həmin problemlərlə niyə üzləşdi və söhbət hansı problemdən gedir? İndi ondan danışaq. Buyur Əli usta. Olan təkərlərdə baxırıq. Bu tip təkərlər, bunlar yay təkərləridir və yaxud da ki, 4 fəsil təkərlərdir bu şporlar. Məsələn, qaydırıq, bu şporlara qaydırıq, bunlar artıq qış təkərləridir. Fikir verirsə şporlara və yaxud da ki, məsələn, bunlar. Bəli, bu protektorlar, bəli, protektorlar, yəni bu qar üçün nəzərdə tutulmuş bir təkərlərdir. Qarlı, buzlu yol üçün. Bəli, bəli. Hətta belə taksi fəaliyyəti ilə məşğul olan sürücülərimiz ki var. Ümumiyyətlə, yol polisi gərək onların hamısını nəzarətə götürsün və onları qış fəsli başlayandan bitənə qədər bütün avtomobillərdə olsun üzərində qış təkəri. Çünki təsəvvür edin, adam bütün günü bölgələrə səfərdədir. Bütün günü müştəri aparır, müştəri gətirir. Yəni, bu hərəkətdədir. 24 saat işləyir. Bir nömrəli qışa hazırlıq deyəndə biz təkər. Birinci şin. Bəli. Birinci şin. Bəli. İkinci artıq sürücünün özünün peşəkar olub olmaması. Bəli. Və orada bir neçə başqa faktorlarımız da vardı. Məsələn, soyutma sisteminin faktorudur, şüşələrə su vuran sistemin olan orada donmaya qarşı mayenin faktorudur, əyləcdən istifadə eləmə, əl əyləcədən istifadə eləmə faktorudur və s. və ilə. Bir də Əli usta, sürücülərin peşəkarlığı və qeyri-peşəkarlığı deyəndə görüntülər özünüz baxdınız. Bəli, mən özüm hətta izləyəndə belə, ekranda izləyəndə belə baxıram ki, avtomobil sağa sürüşür. Özündə asılı olmayaraq qışqırıram ki, sən sola vur, qaz ver, əyləci sıxma, qaz ver, sola vur. Amma nə edirik biz? Əksinə. Əyləc. Çünki bəli, əyləc və adam ümumiyyətlə bilmir, yəni peşəkar deyil. Ona görə də özün sərnişinlər hər kəsi təhlükə atır. Ona görə də nə etmək lazımdır? Əgər peşəkar deyilsənsə, Yəni avtomobili istifadə eləməyəsən. ya da ki, avtomobilin ümumiyyətlə qışa hazır deyilsə və sən peşəkarsansa, yenə də yola çıxmalıydın. Hətta peşəkar olsan, bizim təkər faktorumuz o deyilsə, təbii ki, yenə də yola çıxmaq olmaz. Baxmayaraq ki, sən peşəkarsan, baxmayaraq sən bunu bacarırsan, ümumiyyətlə olmaz. Çünki təkər, yay təkərindən buzun üzərinə sıxdınsa, orada heç bir peşəkarlıq keçmir. Avtomobil sən idarə edə bilməyəsən orada. Çünki avtomobil idarə olunmaz bir hala keçir. Artıq idarə olmaz bir hala keçəndən sonra da ətraf üçün, təkcə özün üçün yox. Çünki qarla bu təkər arasında ilişmə sıfıra bərabərdir. Amma protektoru götürəndə, məsələn bu və yaxud da ki, məsələn bunu götürəndə, bu artıq sürüşmədə birbaşa asfalt üzərində olan qar və yaxud da buz örtüyü ilə ilişmə yaranır. Mən baxıram ki, həmin avtomobillərin bir çoxlarını tutalım ki, siz bayaq vurğuladınız, 4 fəsildirsə, avtomobilə birisi nə alıb qoyurlar? Bu plastik, yəni belə deyək də, nətər deyim, o rezin materiallardan nəysə zəncirə oxşar bir şeylərdir. Oradan-buradan ucuz alırlar. O da ümumiyyətlə effekt vermir. Yəni ona etibar edirlər ki, bu məni yolda qoymayacaq. Ümumiyyətlə, ən gözəl sürüşməyə qarşı olan zəncir örtüyüdür. Xüsusi zəncirlər satılır. Bəli, o çox effektlidir. Xüsusi zəncirdən danışırıq. Bəli, xüsusi. Kapronlardan danışmırıq. Yox. O kapronlar satırlar, iş adamları satırlar, əlcəklər, bəzi şeylər. Onlar hamısı belə də, belə. Amma ən gözəli, bəli, əgər biz məcbur orada hərəkət eləməliyiksə, deyək ki, məsələn, təcili yardım avtomobilidir, bəzi xüsusi təyinatlı avtomobillərdir. Bunlar artıq zəncir örtüyü ilə, bəli. Zəncir vardır, xüsusi zəncirlər var. O da nəzərdə tutulur nə qədər? 20 kilometr. 20-30 kilometr. Ondan sonra o dəyişilməlidir mütləq. 90%-dən çox sürücülər nə bu deyilənlərə əməl eləmir, nə də yola çıxanda hazırlıqla çıxmır.